Donald Trump çox gözəl bir şey vurguladı. Bildirdi ki, bəs Avropa özü bizdən Ukraynaya yardım etməyimizi istəyir. Amma özləri Ukraynaya həmin o yardım kimi yox, borc kimi verir. Təsəvvür edin, Amerikadan deyir ki, sən pulları havaya ver, amma özləri bunu Ukraynaya borc kimi verir. Eyni zamanda yenə də Donald Trump bunu özü açıqladı və Amerikanın həmin o demokrat liberalların ikiyüzlüyünü üzə çıxartdı və bildirdi ki, bəs həmin Avropa buradan hay-şürən salır ki, bəs Ukraynaya kömək eləməyə lazımdır. Amma özü altdan gizlin Rusiyadan qaz alır və Rusiyaya illik milyardlarla pul ödəyir. Hətta bizim Ukraynaya etdiyimiz yardımdan belə 100 milyarddan belə çox vəsaiti Avropa Rusiyaya verib qaz müqabilində. Yəni bu da Avropanın həmin o liberal demokratların ikiyüzlülüyünün göstəricisidir ki, yəni üzdə güya Ukraynanın dərdini çəkirlər, güya Ukrayna məhv olur, güya Ukrayna burada demokratiya mübarizəsi gedir, Ukrayna biz yanında olmalıyıq, Ukraynanın arxasında dayanmalıyıq. Hamısı üzdədir, amma arxa qapılar altında gizlincə Rusiya ilə ticarət aparır, Rusiya ilə əlaqələr qurur və Rusiyaya illik 100 milyarddan belə çox vəsait ödəyib hər hansı bir xidmət müqabilində. Yəni budur Avropa, budur Qərbin ikiyüzlülüyü və Donald Trump da bunu ifşa edir əslində. Yəni ağılla, məntiqlə düşündükdə Donald Trump'ın bu adımları qayət normaldır və doğru hesab edirəm. Yəni Donald Trump ən azından Avropa kimi ikiyüzlülüklə məşğul deyil. Nə varsa üzdədir, açıq-aşkar deyir. Kömək eləyirəmsə deyir, kömək eləyəcəm, kömək eləmirəmsə deyir, kömək eləməyəcəm. Yoxsa Avropa kimi, liberal demokratlar kimi yalandan, görünüşdə özünü artistliyə qoymur. Ukraynada hesab edirəm ki, artıq reallıqları başa düşməlidir. Ən azından özünə sağlam müttəfiq tapana qədər, ən azından siyasətini, iqtisadiyyatını və hərbi gücləndirənə qədər, ən azından o zamana kimi atəşkəslə razılaşmalıdır. Yəni atəşkəs məğlub olma anlamına gəlmir. Vaxtı ilə biz də 1990-91-ci illərdə Ermənistanla 1-ci Qarabağ müharibəsində torpaqlarımız işğal olundu. Daha sonra biz atəşkəs bağlamağa məcbur olduq. 30 il güc topladıq, qüvvət topladıq və daha sonra vaxtı məqamı yetişəndə torpaqlarımızı azad etdik. Hesab edirəm ki, Ukraynada bu siyasətə baş vurmalıdır. Müvəqqəti də olsa atəşkəs elan edib, öz iqtisadiyyatını və hərbi gücünü gücləndirməlidir. Özünə sağlam tərəfdaşlar, sağlam müttəfiqlər tapmalıdır və həmin o sağlam müttəfiqlər heç də Avropa deyil və biz bunun şahidi olduq. Ümid edirəm ki, Ukrayna da artıq bunun şahidi oldu. Avropanın ikiyüzlülüyünü, həmin o liberal demokratların ikiyüzlülüyünün şahidi oldu. Və bundan sonra artıq sağlam müttəfiqlər, sağlam dostlar, güclü iqtisadiyyat və güclü hərbi müdafiə sistemlərini bərpa etdikdən sonra nə vaxtsa öz torpaqlarını ümid edirik ki, azad edəcəklər. Amma hazırki durumda bu çox çətin görsənir.